Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda belə bir geniş həyətli, 2 otaqlı, kürsülü həyət evi satışdadır. Evin sənədi var, kupçası var. Evin üst görünüşü, bax belə bir həyəti qalıb. Darvaza da qoyulubdur ki, həyətinə maşın yerləşir. Evin yan tərəfində də, qarşı tərəfində də yeri var və evin bir digər yan tərəfində də keçməyə yeri var. Burada kombi aparatının üstündə yeri hazır vəziyyətdədir. Göründüyü kimi həyətinə daş döşənibdir. Qaz, su, işıq daimidir. Sayğacların hər biri var. Həyətdə tram xətti çəkilibdir. Bax, evin bu yan tərəfinə də keçməyə yeri var. Pəncərələrində də dəmir barmaqlıqlar vurulubdur. Həyətində göründüyü kimi ağac da var, su xətti də çəkilibdir həyətinə. Və evə daxil olduqda belə bir dəhlizi, dəhlizdən belə bir sağ tərəfdə geniş bir hamam otağı yerləşir. Metlaq kafelli, aksesuarlar alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər. Qarşı tərəfdə zal otağıdır və evdə görülən bu əşyalar da qiymətə daxildir, yəni evdə qalacaqdır. İstimə kombi sistemidir. Pəncərəsi də evin həyətinə baxır, evin yəni yan tərəfinə baxır. Burası zal otağı. Burada mətbəxi yerləşir. Göründüyü ki, mətbəx mebel də var. Pəncərəsi həyətinə baxır. Belə bir geniş mətbəxi var. Və sonuncu göstərəcəyim yer isə yataq otağıdır ki, bax belə bir geniş yataq otağı var. Ev onda qeyd edib ki, qoşa daşla tikilibdir və internet xətti də var. Və buradan da evin görüntüsü, pəncərədən yəni görüntü evin həyətinə baxır. Evin başlanğıc qiyməti 70.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.